Xoş gördük əziz səyahət sevənlər. Yeni bir vlogdan hər kəsi salamlayıram. Hə dostlar, gəlib çıxdım. Hal-hazırda Moskva vilayətindəyəm. Sergeyev Posad şəhərindəyəm. Bura monastırdır. Monastırın giriş hissəsidir. Qala divarlarla əhatə olunub. İndi keçək içəri doğru. Ətraflı məlumat verəcəm. Bu şəhər Moskva şəhəri mərkəzdən 75 kilometr uzaqlıqda yerləşir. Tarixi bir şəhərdir. İndi gedək monastıra doğru ətraflı məlumat verəcəm. Bu xəritədə də görsənir ki, gəzməli yerləri, şəhər haqqında ətraflı məlumatı oxumaq mümkündür. Muzeylər, parklar hamısı burada qeyd olunub. İndi gedək Sergeyev Posad şəhərinin gəzməli yerlərini sizinlə birgə gəzəyim. Şəhərin tam girişində 2-ci Dünya müharibəsinə aid olan bir monument görürsünüz. Bu gün ayın fevral ayının 13-üdür, 2025-ci il. Hava bugün çox soyuqdur, -8 dərəcə soyuqdur, həm də qar yağır. Deməli dostlar, mən bura necə gəldim? Moskvanın tam mərkəzindən, Yaroslav vağzalından elektrikalar gəlir, qiyməti 300 rubuldur. 1 saat 20 dəqiqə məsafədə yerləşir. 75 kilometrdir mərkəzdən bura. Bura monastırın kişi monastırıdır, dediyim kimi. Bura girişidir, içəridən indi keçəcəyik. Ətraflı yenə məlumat verəcəm. İçəridə çoxlu sayda kilsələr, saat qülləsi, muzeylər fəaliyyət göstərir. Monastırın ərazisi çox genişdir. İndi girək içəri. Möhtəşəm bir görüntüsü var. Rəsmlər çəkilir. Görürsünüz necədir. Keçdik monastırın içinə. İçəridə kilsə, monastırın özü və saat qülləsi mövcuddur. Bu da kilsənin içərdən görüntüsü. İnsanlar içəridə ibadət edir. Orada da pul bağışlayırsan, nəzir kimi, bizdə nəzir olan kimi, burada da pul bağışlayırsan. Sergeyev Posad şəhəri Rusiyanın ən qədim şəhərlərindən biri hesab olunur. Həm də bu şəhər Qızıl Dairə, Rusiyanın belə bir tarixi şəhərləri deyilən siyahısı qeyd olunub. Qızıl Dairə adlanır. Həmin Zolotoy Kolçoya daxildir bu şəhər, Sergeyev Posad şəhəri. Hə dostlar, yenə də maraqlı bir məlumatı çatdırım. Sergeyev Posad şəhərində belə matruşkaları hazırlayırlar, əl işləridir. Görürsünüz necə gözəldir. Amma qiymətləri o qədər də ucuz deyil. Bunlar hamısı əl işləridir. Sergeyev Posad şəhəri matruşkanın vətəni hesab olunur. Bayaq sizə içəridə də çəkib göstərdim. Matruşkilərdir, böyle balaca oyuncaqlardır, qadın başlarıdır, taxta üzərində hazırlanır. Sergeyev Posad şəhəri əl işləri ilə həm də çox məşhurdur. Faberjelər və matruşkilər hazırlanır. Qiymətləri hələlik mən ucuz görmədim. Ən ucuzu 3000-5000 rubuldur. İndi axtarıram. Əgər normal qiyməti olsa, həm sizi çəkib göstərəcəm, həm də birini almaq istəyirəm. Monastır ərazisində çoxlu sayda muzeylər, kafelər fəaliyyət göstərir. Amma mən hələlik monastırları görmədim. Kişi monastırı olduğu üçün rahiblərin heç birini görmədim. Onlar yəqin ki, ayrı yaşayır. Hə dostlar, bu da gözlədiyim, axtardığım matruşkalar. Görürsünüz nə qədərdir. Bunlar hamısı əl işlərdir. 1, 2, 3, 4, 5 dənəliyi aldım. İçəridə çoxlu sayda əl işləri var. Görsətdiyim kimi mən 1500 rubl aldım, 5'lik.
matruşkalar. Bunlar hamısı əl işləridir. İçində 5 ədəddir. Görürsünüz. Çox maraqlıdır. Taxtadan hazırlanır. Əgər Sergeyev Posada gəlmişsinizsə, mütləq şəkildə bu əl işlərindən Fabergelərdir, matruşkalardır. Bunların hamısının özünə aid simvolları var. Gördüyünüz kimi qadın obrazıdır. Əlində yarpaq var. Bunun əlində məsəl üçün çiçək var, meyvə olanları var, fərqli hamısı. Bu da belə gəlinciklər satılırlar. Bu da maraqlıdır. Qiyməti 1800 rubl. Sergeyev Posadda həm də oyuncaq muzeyi də var. Uşaqlara yəqin ki maraqlı gələr. Sergeyev Posad şəhərində bu məşhur bu restorandır. İnternetdə çox araşdırmışdım. Muzey, restoran, Ruski Dvorik adlanır. İçərisi çox möhtəşəmdir. İndi girək içəri. Həm də bir buzunaq, bir çay çək. Bura çox məşhur bir restorandır. Burada görürsünüz, kafenin girişində məşhurlarla şəkilləri var burada. Həm də Qarbaçov da burada olur. Keçək içəri. Bura restoranın girişidir. Gördüyünüz kimi hər tərəfdə köhnə rus dilində tikilib. Çəkilindi. Çox maraqlıdır. Burada suvenirlər satılır. Ruski Dvorik. Möhtəşəm bir restorandır. Art muzey restorandır. 3-4 zalı var. Klasik Rus stilində hazırlanıb. Bütün gördüyünüz qab-qacaqdan belə hamısı əl işləridir. Musiqi aləti. Biraz sizinlə gəzək bu restoranı. Yuxarı mərtəbəsi də var. Hər mərtəbənin özünə uyğun dekorasiyası var. Burada farfor qablar. Dostlar, növbəti bir gəziləcək yerə gəldim. Şəhər mərkəzindən, Sergeyev Posad şəhərin mərkəzindən taksi ilə gəldim. Yolu çəkə bilmədim. 30-35 dəqiqəlik məsafədə yerləşir bir kənddir. Çox maraqlı bir yerdir. İndi birlikdə izləyək. Bu gün fevral ayının 13-ü 2025-ci ildir. Bura Podmoskoviyadır. Sergeyev Posad şəhərinin mərkəzindən 30 dəqiqədir. Kəndin adı yadımdan çıxdı. Belə bir girişi var. Şəlalə kimi bir yerdir burada. Yeraltı suları ilə məşhurdur. İndi gerək içəri. İnternetdə çox görmüşdüm buranı. Buranın adı Grimyaki Kluç adlanır. İnternetdən axtarış versəz çıxacaq sıracıq. Həm də bura qastinitsası var. Taxta evlərdəndir. Oteldir. Su həmişə 5 dərəcədə olur. Bura su donmur heç vaxt. Yayda da, qışda da 5 dərəcə istilikdə qalır su. Görürsünüz, maraqlı bir yerdir. Taxtadan artıq obyektlərdir, kilsələrdir, restoranlardır, otellərdir. Bir sözlə buranın həm qışı, həm də yay maraqlı olur. Yuxarıdan su axır şəlalə formasında. Bir də deyirəm, adı Grimyaki Kluç adlanır. Haradasa tərcümədə şırıltılı açar adlanır. Şəlalə formasındadır. Görürsünüz. Belə bir
mini şəlalədir. Suyu da təmiz, içməlidir. Bir qalxaq yuxarı. Təmiz bulaq suyudur. Biraz alaq. Termosum da var, o zaman baxmışım belə. Qalxlar. Tərtəmiz bulaq suyu. Su tam dağın yuxarısından gəlir. Bax, qayaların arasından axır. Böyle tam aşağıya doğru gedir. Maraqlı tikillər bilirsiniz. Taxtadan hazırlanıb. Çox qəribə bir qoxusu da var. Taxtadan bir xoş bir qoxu gəlir. Şəhərdən uzaq, sakit bir guşə.